Herkese salam qızlar, necəsiz? Bu gün günə çöldə başladıq. Yusuf parka gətirmişəm. İstədim burada da videoya başlayam. Hər gün biz bu parka gəlirik. Bəzən olur gündə 2 dəfə gəlirik. Yay aylarında daha çox gəlirdik. İndi soyuqlar olduğuna görə yağış olanda çox da çıxarda bilmirəm, amma yağış olmayanda nə qədər soyuq da olsa çalışıram ki, uşağı salam, hava alsın, havası dəyişsin, həm də yaxşı yatır havada. Markete düşmüştüm. Çayımız bitmişti. Çay aldım. Böyle bir çay aldım ama birinci dəfə daha alıram bu çayı. Yoxlayaq görək necə olacaq. Daha sonra zeytun yağı aldım. Həmişə zeytun bağlarından istifadə edirəm. Amma bunu çox görürdüm ki, tərifləyirlər ki, daha yaxşıdır bu. Mən də Yusufun yeməklərini istifadə edirəm deyə dedim ki, yəni yaxşısı olsun da bunu aldım. Aranızda bundan istifadə edib razı qalan varsa və yaxud da narazı qalan varsa, zəhmət olmasa bildirərsiniz. Uşağa istifadə edirəm deyə təmiz tərkibli bir şey olsun istəyirəm. Daha sonra isə və marketə nə vaxt düşsəm, yəni ki, bir dənə yanında şirniyyat olmalıdır, şirin bir şey olmalıdır, olmazsa olmaz. Və rahat marketin içində pizza yeri açılır. Bir dəfə almışıq, yəni dadı yaxşıdır. Qızlar, belə bir karqon var idi, dedim birlikdə açaq. Bu belə bir şey almışdım, açar açmaq üçün deyək də. Amma bu çox keyfiyyətsiz bir şeydir. Plastikdir bu. Belə. Yəni mən bunu dəmir gözləyirdim. Çox təəssüf. İçində kley də olmalıdır. Hə. İçində belə bir yapışkan da var. Bunun arxasına yapışdırırsan. Bu yapışdanda siz üçün shorts çəkəcəm. Belə. Daha sonra belə tüy toplamaq üçün belə bir alətdir. Bu da çox balacadır. Belə göstərim sizə. Əl içi boydadır. Mən də əslində o belə bir dəfəlik içində 20-dən 30 dənə olan yapışqanlardan var. Onlardan istifadə edirəm. Yusufun pəstəni təmizləmək üçün. Amma bunu xalçanı təmizləmək üçün. Xalçada olan tükləri, mən yataq otağındakı xalçam ağdı deyə, onda yəni çox tez bilindirir də, adi bir zibil belə düşəndə. Onu təmizləmək üçün əslində aldım bunu. Daha sonra Yusuf üçün belə şirin əlcək aldım. Artıq soyuqlar düşüb. Əlləri də üşüyüb. Amma heç tüklü deyil də, yəni sadə əlcəkdir. Amma yenə də əli açıq olmağından yaxşı olar. Əlcək taxar. Belə qəşəngdir. Kurtkası da qaradır deyə qara sakas elədim. Yaxşıdır. Daha sonra isə özüm üçün kofta sifariş etdim. Bunu belə başa düşə bilməyəsiniz fasonu. Belə ətək hissəsi belə künclüdür. Necə göstərim bilmirəm. Bir tərəfi belə büzüklüdür. Bunu əynimdə çəkərəm, daha yaxşı olar hələ göstərmək. Yaxası da biraz belə dörtgünc, bu hissəsi dörtgünc kimi gəlib. Nəsə burada görsənmir də, yəni əynimdə çəkərəm, daha yaxşı olar. Material amma yaxşıdır, bəyəndim. Əynimdə duruşuna baxacağım, amma belə bəyəndim. Bunu görəndə çox bəyənmişdim, Yusuf üçün sifariş etdim, cücəli, amma materialı heç yaxşı deyil. Sintetik kimi bir şeydir. Belə ayağı, Yusuf da gəldi. Belə ayağı da büzməlidir. Və belə bir papaq almışdım. Bunu çoxdan da görürdüm, amma istəyirdim. Bu boyun hissəsində tutur.
açaq daha. Belədir. Qızlar, kofta da belə qaldı. Mən çox bəyəndim. Əynində duruşu olsun, materialı olsun. Qızlar, baxın, belə xalçanı yuduzdurmuşam əslində təzə vaxtı, amma belə qara-qara bir şeylər olur, belə balaca-balaca. Başa düşəmirəm. İndi bununla edək. Bir şey çıxmadı, çoxdur. Burada yoxlayaq. Yəni heç nə çıxmır əslində. Bir də qızlar, bayaq papaq çəkəndə para qaldı. Yusif imkan vermədi, sağ olsun. Papaq Yusifə balaca oldu. Yəni baş hissəsi yuxarıda qaldı. O, yəni heç yaxşı görsənmədi. Onu geri çevirmək istəyirəm. Əslində indiyə kimi heç geri çevirməmişəm. Bilmirəm necə edəcəm, amma yazacağım orada Temunun özünü. Növbəti gündən sizi salamlayıram. Deməli qızlar, o bir videolarda demişdim ki, bu yastıqları almışdım. İçinə sintifon almalı idim. Onları da aldım. İndi yerləşdirmək istəyirəm. Bu arada onu da demək istəyirəm. Yusif üçün vurduğum papağı, bir də tük toplayıcı o aləti geri çevirdim. Yəni Temudan geri çevirmək çox asan imiş. Ürünləri iptal et yerinə girirsən, orada elə məhsulları, yəni iptal etmək olur. Hansı məhsulu iptal edirsənsə, onu seçirsən. QR kod çıxır, onu skrinləyib məhsulu aparıb geri çevirəndə orada göstərirsiniz. Bu sintifonları birbaşa elə yastığın içərisinə yığdım. Çünki yeni ildən sonra bu yastıqları götürəcəm və Temudan yeni yastıqlar vurmuşam. Qəşəng onların içinə yığacağam. Və belə yerləşdirdim. Sizcə necə oldu? Bu hissəyə bu balaca boz yastıqları qoydum. Onlar mənim əvvəlki yastıqlarımdır, amma onları Temudan yastıq vurmuşam, dəyişəcəm. Belə bir şey almışdım. Bunu da istəyirəm ki, bura qoyum. Yeni il havası olsun. Burada da bunu qırıb qoyuram bura. Bunu 2 manata aldım. Və qızlar, stolun üzərində belə düzəltdim. Sizcə necə oldu? Yəni çox bir şey yığmaq sevmirəm stolun üstünə. Yəni dekor olaraq bir də bu gedir. Yəni bu salfetkadır, bu da konfetdir heç. Çox şey yığmaq sevmirəm stolun üzərinə. Yəni çox dolu-dolu olanda sevmirəm. Biz həm də yeni ili burada keçirtməyəcəyik deyə rayona gedəcəyik. Ona görə burada çox da bir şey eləmirəm. Anam gəlmişdi bizə, getdik ona lazım olan əşyaları almağa. Biraz da sizin üçün çöldən videolar çəkdim. Bu mağazada endirimlər var idi. Dəstlər 25-ə, koftalar 15-ə, bir çox paltolar, küklər endirimə düşmüşdü. Kiçik alış-veriş etdik. Asiya Baby'dən Yusif üçün kofta aldım bir dənə. Əslində mən yeni koftası istəyirdim. Üstü belə şaxta babalı, nə bilim yolkal falan olanlar var. Onlardan istəyirdim, belə əl işləməsi kimi olanlardan. Amma elə yox idi. Ən çox çeşid qızlar üçün var idi. Oğlan üçün yəni o qədər yox idi. O dəst olan, boyda tipli olanlar var idi. Onlardan da istəmədiyim, keçən də elə almışdım deyə. Bunu gördüm, xoşuma gəldi. Əslində bir sadə bir şey almaq fikrim yox idi, amma material falan xoşuma gəldi. Dedim, götürüm bir dənə də hələ istəyirəm, əl işdi, toxumalı da yun tipli. Həm də qiyməti də uyğun idi. 7 manata idi. Dedim giyindirməyə yaxşıdır. Nazik koftadır. Daha sonra manatlıq mağazindən belə bir salfetka aldı.
Batarika aldım. Bir de belə qab aldım. Bunları mən sizə videolarımda demişdim. Kosmetika vasitələrimi yığmaq üçün orada biraz sıx idi yerləri. Əlavə qablar istəyirdim. Belə bir şeylər aldım. Bunlar daha yaxşıdır, uyğundur. Bunları da yerləşdirirəm. Bir də belə hədiyyə paketləri, hədiyyələri bükmək üçün belə deyim. Paket deyəndə yəni belə bir kağızdır bu. Bir dənə bir şey, bir dənədir yəni bu da. Bunlar eynidir. Eyni tip götürdüm ki, uşaqlar üçün hədiyyə almışam. Bacım uşağına, baldızım uşaqlarına, bir də qardaşım qızı üçün onları bükməyə bunlardan aldım. Bu isə bir dənə tək götürdüm. Bunları isə amma böyük hədiyyələrin həcmi böyük olduğu üçün 2 dənə götürdüm. Burada biraz qarışıqdır. Məsələn, tuşdur, bu concealerdir, kiçik qatlayandır, linerdir. Hamısını bir yerə qoymuşam. Bunları istəyirəm ayıram. Burada da qoyam. Burada da olsun. Bunlar pomadadır heç. Burada da məsələn pudradır. Bunlardır. Nə bilim belə stiklərdir, tonalnidir, tendir, güneş kremlərdir. Hamısını bir yerə yığmışam. Biraz qarışıqdır. Burada yeri açıb, buraya yığmaq istəyirəm davamı. Və qızlar belə yerləşdirdim. Deməli burada güneş kremləri, tonalnilər, bir dənə qaş sabitləyici, bir də pudra. Bura isə üz üçün olan paletlər, highlighter, rumyanov, kontur falan. Yenə stik olanlar. Bir dənə bu linerdir. Bu da qutuda olduğu üçün bura qoydum. Burada isə göz məhsullarıdır. Tuş, liner, yəni göz üçün, göz və qaş üçün olanlar, belə deyim, qaş sabitləyici, concealer, göz içi üçün ağ qələm, qara qələm falan altda. Belə yerləşdirdim. Bu qutuya isə bu boş qalmasın deyə burada maskaları qoydum. Əslində maskaları orada qoya bilərəm. Məhsullarım çoxaldıqca burada yığa bilərəm. Əslində buranı full bu qablardan yığmaq istəyirəm. Sadəcə məhsulum azdır deyə boş-boş məncə qoymağa ehtiyac da yoxdur. Hərəsini bir qaba qoymaqdansa. Bir qarışıq görsənə bilər, amma məncə yəni tonalinin 2 dənə zaten burada tonalinidir. Bunları ayrı bir qaba qoymağa ehtiyac yoxdur da. Burada elə bildiyim kimi qalmağı daha yaxşıdır. Belə görsənir son vəziyyəti. Yoldaşıma bir dənə dedim şokolata al çayla için və onun aldıqları. Dediyim şokolatdan da almayıb. Başqa cür şokolatdan alıb hamısı. Götür ye özün. Ye, Amile, Yusuf. Götür. Verdim. Aferin Yusuf'e.
Gel. Yine vereyim. Al, götür. Aferin Yusif'e. El çal Özgür. El çal, el çal. Aferin. Kızlar, keks hazırlayıram. 2 yumurta vurdum. Pesok əlavə edəcəm. Adi keksdir. 2 yumurta, 1 stakan pesok, 1 stakan qatıq. Bu səfər qatıqla edəcəm. Həmişə südlə edirdim. Bu səfər qatıqla edəcəm. Qarışdıralım. Yarım stakan yağ əlavə edirəm. Və qatıq. Qatıqla bir dəfə pişirmişəm, yaxşı alınıb. Həmişə südlə eləyirəm. Belə bir keks qabım var. Bunun içine dökmək istəyirəm. Zebra formasında etmək istəyirəm. Bunu biraz yağlayacağım için yapışmasını hər ehtimal yapışdırmır, ama hər ehtimal edirəm. Əslində zebralı eləyəcəkdim, amma baxdım ki, kakaom bitib. Ona görə belə sayda oldu. Südə nisbətən qatıqla daha yaxşı oldu, daha yumşaq oldu məncə. Və bu qabım da çox yaxşı çıxardır həqiqətən də. Yağlasam da, yağlamasam da yaxşı çıxır. Bir də qızlar, sizə bunu göstərmək istəyirəm. Aguşanın bu püreləri. Bunları aldım. Yusuf bunları heç sevmədi. Ümumiyyətlə alınma pürelər sevmədi nədənsə. Bir dəfə kabritanı da almışdım. Onu da heç sevmədi. Bunları da aldım, yemədi. Bircə dəfə Fruit de Nana'nın püresini almışdım. Səhv etmirəmsə kabakçili idi. Onu bir dənə sevdi. Kabakçi, bir də qırmızı ətli idi. Onu çox yaxşı idi də. Yəni əslində onun iyisi mənim heç xoşuma gəlməmişdi, amma bilmirəm, dadı Yusifin xoşuna gəldi. Nədirsə onun çox xoş dadı idi, yəni elə bir dəfəyə. Amma bunları ayrı-ayrı vaxtlarda almışam. Demələr ki, eyni tərkibdir. Amma kabritalı olan isə bananlı falan piçenli idi. Amma normalde məsəl üçün piçenli ilə bananı xoşlayar, amma nəsə pürədə xoşlamadı. Bunları da belə dolu qalıb gördüyünüz kimi açmışam, elə bir dəfə ağzına dəyib, yəni xoşlamayıb, iyisini tamam bilib deyə yeməyib. Belə atım getsin. Biraz abur cubur aldım. Bu Roşe'nin bu şinyatlarını çox sevirəm. Bunun əslində şokoladlı olanını alırdım hər dəfə. İndi bu növünü alıb yoxlamaq istədim. Görün bu necə olacaq. Məncə yaxşı olar, südlüdür. Daha sonra belə aldım şokoladlarıdır. Qoyucusu, fıstıqdır, simiçkadır, nə bilim. Bunu da çox sevirəm. Çox dadlıdır kindirim. Bir də həmişə aldığım bu Baby Fox'un konfetləridir. Bunlar, mən ancaq bundan çay içirəm. Bitən kimi həmən alıram. Bir də bunu. Cheetos'un bu növünü çox sevirəm. Nədənsə marketdə bir dənə qalmışdı. Şimdi az olur, əslində buradan yardandı. Amma çox dadlıdır, pendirlidir içi. Daha sonra bir göyərti aldım. Bir də çeri pomidor aldım. Bunu Sezar salatı edəcəm, onun üçün aldım. Bir də kabakçı aldım. Bunu da Yusufin yeməklərinə qatıram. Belə, burada göyərti bunları təmizləyib xaldenikə qoyacağım. Və qiymətini göstərmək istəyirəm. Əslində burada heç nə yoxdur. Yəni bir abur cuburdur. Bir də
Biraz göyərtidir. Yəni göyərtinin heç ümumiyyətlə yəni qiyməti 3 manat, 4 manat edir etməz. 26 manat 78 qəpik. Yəni 27 manat tutdu. Hər şey çox bahadır. Bu qədər. Belə çox görsənə bilər. Mən şirin şeylər çox xoşlayıram. Duzlu da arada sevirəm, amma ən çox şirin şeylər. Bunlar hamısını əlbəttə ki, bir dəfə yemirəm. Yəni bunun mənim şirniyyat çəkməcəm var, belə deyim, ora qoyuram. Şirniyyat istəyəndə oradan götürüb yeyirəm. Yəni hər dəfə marketə düşməyə ehtiyac qalmır. Amma şirin şey çox sevirəm. Bunların yəni hamısını bir dəfə yeyə bilərəm. Bəzən olur. İkisini, üçün günü bir günə yeyirəm. Bura yığacam indi o şirniyyatlar da. Bura mənim stokumdur, belə deyək. Əslində bu lokumdur, bu şirniyyatdır. Bunlardan mən yemirəm. Lokum ümumiyyətlə heç xoşlamıram. Sadəcə olaraq almışam evə qonaq falan gələndə, yəni tələsik olanda da marketə düşə bilməyəndə burada olsun deyə. İndi onları da bura əlavə edək. Belə oldu. Daha sonra kızlar böyle bir kargom da var. Onu da açaq. Çünkü böyle bir bot sipariş etmiştim. Çok güzeldiler. İçi de qalındı. Mexlidir içi. Belə bir zamanka var balaca. Mən əslində 20 razmer vurmuşam, amma burada gördüyünüz kimi 17 yazılıb. Mən dəfələrlə Temudan ayaqqabı vururam. Hər dəfə də ya Yusifin ayağına böyük olur ya da balaca olur. Deyirəm bir də vurmayacağam, amma endirimə düşür, nə bilim bəyənirəm, fasonlarımı vururam. İndi bu da ki 20 mən düşündüm ki biraz böyük olar. Qışda da qalın corabla giyindirərəm, amma bu əslində balaca görsənir indi də. Ayağına giyindirəndə indi tam biləcəm. Amma belə dizaynı falan çox xoşuma gəldi. Sonra özüm üçün belə bir aslında bu lasin idi orada mənim gördüyüm, amma bu bildiyiniz kalkotkadır yəni. Lasinlə heç bir əlaqəsi yoxdur. Yaxşıdır yəni ki, mexlidir belə, yaxşıdır keyfiyyəti, amma mən bunu yəni lasin olaraq da yəni biraz üstünə düşən koftalarla çöldə giyinməyi, ugilərlə çöldə giyinməyi düşünürdüm. Belə gözləmirdim yəni, amma bəyəndim, amma yaxşıdır yenə də, pis deyil. Daha sonra Yusif üçün belə bir gödəkçə, amma bu da heç keyfiyyəti xoşuma gəlmədi. Çox nazikdir, çox. Yəni bu şəkildə heç belə görsənmirdi də, yəni qəşəng bir şey görsənirdi, materialı da yəni yaxşı görsənirdi, amma çox belə nazik velour mu deyim, nə bunun materialı. Bilmirəm, əyninə. Əslində mən bunu indi üçün düşünmürdüm giyindirməyi. Yəni düşünürdüm ki, böyük vurum. Hətta gördüyünüz kimi 18-24 aylıq üçündür. Dedim ki, martda da yəni yaza doğru giyinər. Bilmirəm, əyninə yəqin ki, biraz böyük olacaq, amma materialını bəyənmədim. Bəlkə geri çevirdim, amma geri çevirəndə də pul yəni biraz dəyər aşağı olur. Çünki endirimə düşdüyü, endirimə düşmüş kimi vurduğum üçün. Əslində qaytarmaq istəyərəm.
Belə bəyənmədim materialı. Yəni indi nə qədər yaxşı dursa da materialın bəyənməyəndə çox da geyindirmək ürəyimə yatmır. Amma qaytaranda əslində qaytarmaq o qədər də çətin deyil. Keçən dəfə papaqla o dediyim şeyi qaytardım. Çox da çətin deyilmiş. Amma ki qaytaranda qiyməti aşağı düşür. Nəyə görə? Çünki mən bunu endirimdən vururam. Endirimdən, yəni məsəl üçün tutaq ki 15 manatsa, 10 manatla endirimə düşəndə mənə 10 manatda orada endirimdən olan qiymətin, yəni pulu qayıdır. Bilmirəm, biraz da aşağı məncə qayıdır. Evdən çıxdıq, gedirik şəhərə. Soyuq əllər, isti ürəklərə, həm də bulvara biraz gəzək. Bugün hava yaxşı olduğu üçün gedib biraz gəzmək istəyirik. Özgəyə beni bağlasan, sən yad olub məni yada salmasan, səni yada salaram. Güzel, bağdan çəməndə gül güzel. Yusif də yatmışdı, biz də biraz probkada qaldıq. Probka olanda insan çox yorulur həqiqətən də, harasa gedəndə də, yəni yorulursan da, yəni gedib ora çatana qədər. Biz də nəhayət gəlib çatdıq. Biraz yağış yağırdı. Hava əslində yaxşı idi, amma yağış yağırdı deyə orada açıq bir məkan olduğuna görə, yəni gəzməyə o qədər də mümkün olmadı. Biraz yəni fırlanıb sonra da çıxdıq. Buranın bəzədilməsini bəyəndim. Qəşəng bəzəmişlər. Əvvəlki illər gəlməyi çox sevirdim bura, amma bu il nəsə o qədər də həvəsi yox idi. Həm də insanlar çox olur burada, çox sıxlıq olur, yəni yerimək mümkün olmur, nəsə bir şey alıb yemək sıra olur dəhşətli dərəcədə. Onun üçün çox da gəzmədik, elə 2 stəndə yaxınlaşdıq. Bir də ki yağış başladı deyə onsuz da çox gəzə bilməzdik, uşaqla idik çünki ıslanırdı. Bura çox şirin idi, Şaxta babanın evi. Çok qəşəng şəkillər çəkdirdik. Burada Yusifin şəkilləri. Belə fotozonalar var idi şəkil çəkdirmək üçün, oyun yerləri, oyunlar keçirilirdi burada. Fərqli bir-iki yerlər var idi keçən ilkinə nisbətən. Mən hər il bura gələndə mütləq tavuk pilav yeməliyəm. Yəni heç nə yeməsəm belə bunu yeyirəm. Çünki bunun dadını çox bəyənirəm. Yanında belə salatlar da verirdilər. Bir də şabal da aldıq. Əslində bulvara da gedəcəkdik. Orada da yarmarka var bildiyiniz kimi. Buz arenası var. Amma təəssüf ki gedə bilmədik. Çünki yağış yağırdı biz oradan çıxanda. Artıq evə çatanda amma yağış yox idi. Və biz artıq gəlib evə çatdıq. Videonu da burada sonlandırmaq istəyirəm. İzlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Sağ olun.